Merhabalar. Bugün Blue Planet firması ERP müdürü Sayın Terlan İbaduliyev Bey ile beraberik. Kendisinden Nebin V3 geçiş tecrübelerini dinleyeceğiz. Her vaktiniz Sayın Terlan Bey, necesiniz? Umarım her şey gaydasındadır. Salamlar, salamlar Tanker Bey. Şükürler, her şey iyi. Her şey qaydasında. Sizlərdə iyi mi? İyilik. Çok sağ olun. Bizde de her şey gaydasında. Çok teşekkür ederim. Öncelikle vakit ayırdığınız için tekrar teşekkür ederim sizlere. Ben teşekkür ederim. Çok sağ olun. Firmanız barədə kısaca danışıp müvekkiliyet hikayenizi anlatır mısınız? Olur. Blue Planet şirkəti 2014 yılında kuruldu. Bu öncelerinde çok küçük bir kitesurfing merkezi olarak yani faaliyet gösterdi. Sonradan ise Gosport franchisini elde edip Azerbaycan'da Gosport'un ve Kurir iki Fransız franchisini Azerbaycan'da temsil etmeyle başladı işe. Daha sonrasında yani bu şirketlere Skechers, Nike kimi sport ve casual mass market brendlerini katmış oldu. İki yıl sonrasında 2016'dan ise artık bizde Luxury Division yani premium brendlerin de katılması oldu. Bu brendlere ise daxildə müxtəlif mağazalar olub bizdə. Yəni hal-hazırda aktiv olanlardan Dolce & Gabbana, Valentino, Brunello Cucinelli, Celine və digər zinət brendləri var ki, onlarda isə Bulgari və Tiffany təmsil olunur. Hal-hazırda şirkət olaraq 19 mağaza ilə fəaliyyət göstəririk və genəldə Bakı içərisindədir mağazalarımız və bunların hamısının da yəni təbii ki distribüsiyaları bizdədir. Yəni Azərbaycan daxili bu brendlərin nümayəndəlikləri bizə məxsusdur. Yəni millidə. Bu şəkildə yəni və yəni mənim də ən azından bir 8-9 il civarında yəni bu şirkətdə iştirakım yəni belə deyək doğmalaşıb. Şirkət özü də doğmalaşıb. Bu şəkildə. Yəni güzel. Peki Terlan Beyciğim, Nebin ile tanış olma prosesi ve Nebin V3'ü seçme sebebimiz nedir acaba? Nebin V3'ünü seçənə dək bizdə iki digər proqramla da işləmişik daha öncəsində. Yəni şirkətə yeni katıldığımda biz çox yəni belə deyək yetərsiz bir proqramla işləyirdik. Daha sonrasında qrup olaraq bir proqramla işləməyə başladıq. Hansı ki o da yəni bizim sektor üçün çox da doğru bir proqram deyildi. Və sonda yəni Nebimlə tanışdığımız bizim 2019 yılına yəni əslində durur. İlkin tanışlıq şəklində 2019'da görüşmüşük. Sonradan artıq tam proqramı dəyişəcək qərarını verdikdə bir çox proqramlarla maraqlandıq və dolayı yolla Nebin proqramının bizə lazım olan həll olduğuna tam əmin oldu. Nebimdə olan yəni sırf peşin satış, yəni geyim peşin satış sektoru üçün, yəni bizim istifadə elədiyimiz yəni hal-hazırda sektor olaraq tam ideal şəkildə bizim bütün istəklərimizi qarşılayır. Nebimdəki modulların çoxluğu və daimi support olunması, yəni bu bizə üçün ən böyük üstünlük idi. O səbəbdən də yəni Nebimi seçmiş olduq bu şəkildə. Çok sağ olun. Biz de sizin güveniniz için teşekkür ediyoruz. Biz de sizlerle çalışmaktan onur duyuyoruz. Böyle önemli ve büyük bir kurumla. Peki Nebim ile alakalı olarak gelecek planlarınızdan danışabilir misiniz? Birçok modulları, yani ilkin alış zamanı birçok modulları əldə etdiyimizə görə, yəni sadəcə modullar əldə olunmağına baxmayaraq, müəyyən modulların istifadəsi zaman tələb eləyir. Yəni fiziki olaraq bizim də resurs olaraq vaxtımızı ala bilir. Yəni o səbəbdən birçok modullar artıq istifadədədir. Hal-hazırda yəni gözlənilən modul istifadələri SMS istifadəsi, bulk SMS şəklində
və yaxud OTP SMS şəklində müştərilərin məlumatlandırılması, müəyyən bir confirmation, approve, təsdiqləmə vasitələri olaraq SMS modulunun tətbiqini nəzərdə tutmuşuq. CRM modulu eyni qaydada əldə olunub, sadəcə müəyyən bir resurslar səbəbindən onun da istifadəsinə, yəni bu il içərisində nəzərdə tuturuq əslində. Bu il içərisində nəzərdə tuturuq ki, onları da aktiv şəkildə artıq istifadə etməyə başlayaq. Yəni, digər bir çox məsələlər də var ki, yəni hal-hazırda aktiv mövzusu gedən istifadəyə giriləcək modullar bunlardır. Digər istəklərimiz də zamanla formalaşır. Yəni, təbii, yəni biznes yerində durmur, dəyişikliklər zamanla olur. O səbəbdən hər bir istəyimizi də yəni, çox rahat şəkildə yəni, bildirə bilirik. İstəyir Azərbaycandakı Creyan Support nümayəndəliyinə, istəyir Türkiyə tərəfdəki parent şirkət olaraq sizlərə. Yəni, o səbəbdən yəni, çox rahatıq. Yəni, o irəlidə gözlənilən hər hansı bir yeniliklərə yəni, olurmu, olmazmı gibisindən baxmaq halımız yoxdur. Yəni, belə bir hal yoxdur, rahatdır. Yəni, bu şəkildə. İnşallah. Peki Nebim V3 ile hansı iş proseslerinizde daha mahsuller işler ettiniz? Bir çox prosesləri avtomatlaşdırılması Nebimlə mümkün olmuşdur. Yəni, ən böyük, yəni rəhbərlik tərəfindən də, yəni biz tərəfdən də ən böyük üstünlüklərdən biri, yəni veri anbarı Power BI-ın inteqrə olmuş olmasıdır. Digər məsələlər isə bu third party-lərlə inteqrələrdir ki, onlara daxildir. Məsələn, vaxtikən bizdə olan vergi inteqrasiyası, dövlət sisteminə inteqrasiyamız çox da mükəmməl deyildi və kifayət qədər yetərsizliklər var idi. Hal-hazırda isə yəni Nebimin bunu təmin etməsi hesabına biz yəni vergi ilə bağlı heç bir sıkıntımız yoxdur. Hər şey online, real time vergi sisteminə inteqrə olur. Bu şəkildə yəni o məsələmizi də aradan qaldırmış olduq. Digər bir inteqrə isə bizdə Umico inteqrasiyasıdır ki, bu Azərbaycan daxilində istifadə olunan bir loyallıq aplikasyonudur. Orada da çox rahat şəkildə inteqrasiyamızı tamamladıq. Zaman aldı, amma nəticəsi çox da gözəl oldu, yəni. Zamanlama ilə çox uyğun oldu, yəni, qaydasında. Yəni, rahat şəkildə yəni, istifadə olunur. Ciddi bir problemlərlə qarşılaşmırıq. Yəni, biznesdə təbii ki, işlər olur, məqamlar olur, amma yəni ciddi qlobal bir problemlərlə qarşılaşmırıq, qaydasındadır. Çok sağ olun. Sizler de bize bu geçiş prosesinde çok yardımcı oldunuz. Özellikle sizin bu projenin başında olmanız bize çok büyük bir güç verdi. Yani Krea ve Nebim olarak hem Krea'nın emektaşları hem Nebim'in emektaşları hem sizler çok yoğun mesailer harcayarak önemli işler başardığımızı düşünüyorum. Ben tekrar Blue Planet firmasına ve sizlere çok teşekkür ederim. Tekrar vakit ayırdığınız için çok teşekkür ederim. Hepinizi saygıyla selamlıyorum. Təşəkkürlər. Mən təşəkkür edirəm sizlərə. Sağ olun, uğurlar.